Laktasiya krizi, o nədir və nə etmək lazımdır? Uşağın 2-3 aylığında analar tez-tez mənə müraciət edirlər ki, südüm itib, artıq süd gəlməsini hiss etmirəm və nə edəcəyimi bilmirəm. Bu dövrdə döş artıq yetkin laktasiyaya uyğunlaşır. Bundan əvvəl siz döşünüzün dolduğunu hiss edirdiniz, özünüzü sanki bir bidon kimi hiss edirdiniz. Amma bundan sonra həqiqətən də süd gəlməsi olmur və hətta döşünüzü hamiləlikdən əvvəlki kimi hiss edə bilərsiniz. İndi laktasiya necə işləyir? Şlanq sistemi kimi. Yəni kranı açırıq, süd gəlir, kranı bağlayırıq, süd gəlmir. Bəs kranı kim açır? Təbii ki, bu uşağın əmizməsidir. Uşaq əməyə başlayanda süd orqanizmimizin dərinliklərindən axmağa başlayır. Ona görə də narahat olmayın, hər şey qaydasındadır. Yetkin laktasiya dövründə artıq uşağa lazım olan qədər süd istehsal olunur. Bəs uşaqda nə baş verir? Onda kəskin inkişaf sıçrayışı baş verir. Dünən bu qədər süd lazım idi, bugün isə daha çox. Nə etmək lazımdır? Birinci növbədə sakitləşmək lazımdır. Bəli, uşaq qışqırmağa başlayır, döşdə narahatlıq yaradır, amma biz uşağı tez-tez döşə qoymalıyıq. Günün ikinci yarısında ayaqları isti su dolu ləyənə qoymaq olar, uşağı döşə qoyanda möhtəşəm süd axını olur. Vannaya girib uzanmaq, rahatlanmaq, sakitləşmək lazımdır. Bəs südün azalmasına nə səbəb olur? Biz dondurulmuş süd və ya qarışıq formula veririk. Uşaq yaxşı yatır, döşə qoyulmur və nəticədə orqanizm düşünür ki, südü daha çox yox, daha az vermək lazımdır. Laktasiya krizi adlandırılması anaları çox çaşdırır, onları yanıldır. Axı bu laktasiya krizi deyil, sadəcə uşağın inkişafında bir sıçrayışdır.